Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. İlk önce kardeşler, bu meclisi təşkil edən qardaşlardan, burada əziyyəti keçən qardaşlardan Allah razı olsun. Allah subhanahu mallarına, mülklərine bərəkət versin. Eləcə də bu məclisə təşkil edən Elçin dayının övladı, Allah rəhmət eləsin, Elçin dayı dünyasını dəyişib, onun adından iftar süfrəsi verib, Allah subhanahu onun iftarın sədəqəsini qəbul eləsin. Sonra qardaşlar, biz bundan qabaqki dərslərdə İslamın 5 rükününü götürdük. Yəni dedik ki, hədisdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub, İslam 5 dirək üzərində bina edilib. Birincisi, La ilahe illallah Muhammeden Resulullah kəlməsi şəhadət getirmək. İkincisi, namaz qılmaq. Üçüncüsü, zəkat vermək. Dördüncüsü, həcc etmək. Beşincisi, oruç tutmaq. Və onlardan şəhadət kəlməsini və namazı götürdük. Ətraflı şəkildə başı saldıq. Və bugün İslamın 3-cü dirəyi olan zəkatdan danışdıq Allahın izni ilə. Zəkat sözü, yəni zəkatı ümumiyyətlə Allah Subhanahu taala bizə Quran-ı Kərimdə əmr edib. Və aqimus salata və atuz zəkah. Namaz qılın, zəkat verin deyərək əmr edib. Zəkat sözü lüğəti mənası böyüdü, yüksəldi, islah oldu mənalarına gəlir. İslahi mənası, yəni şəri mənası zəkat sözünün təyin edilmiş vaxtlarda təyin edilmiş mal mülkdən varlılardan alıb kasıblara verməkdir. Qısa olaraq budur zəkat. Bu da Allah Subhanahu bizə əmr edib və buyurub ki, zəkat kimlərə vacibdir və kimlərə zəkat düşür. Allah Subhanahu Quran-ı Kərimdə buyurub ki, İnnəməs sadaqatu lil fuqara vəl məsakin. Həqiqətən sədəqə, yəni zəkat fəqirlərə, kasıblara və miskinlərə verilməlidir. Vəl amilinə aleyhə, və bu işdə işləyənlərə, zəkat işində işləyənlərə. Vəl müəlləfətu qulubuhum, və qəlbləri birləşdirmək üçün verilir zəkat. Və fir riqab, eləcə də qul azad etmək üçün. Vəl qarimin, eləcə də borclular üçün. Borcu varsa zəkat ona düşür. Və fi səbilillah, və Allah yolunda həm malı ilə, mülki ilə cihad edən, həm cəsədi ilə cihad edən, həm də ki elmi ilə alimlər də bura daxildir. Və ibnis səbil, yolda qalan. Fəridətən minallah, Allah tərəfindən bu vacib edilmişdir. Vallahu alimun hakim. Allah biləndir və hikmət sahibidir. Yəni bu 8 sinif insan, hansı ki Tövbə surəsində bu 8 sinif insan keçir, bunlardan başqasına zəkat verməyə icazəli deyildir. Necə ki saydıq, kasıblardır, miskinlərdir. Ümumiyyətlə, kasıblar və miskinlər götürəndə, kasıb odur ki, ümumiyyətlə heç də yoxdur. Miskin odur ki, varlıdır, az olsa da varıdır, yiyəcək qədər varıdır, amma ona kifayət deyil, bu miskindir. Bəzi alimlər deyirlər ki, kasıb odur ki, heç nə yoxdur, amma iffətindən heç kəsdən də istəmir. Amma miskin odur ki, onun da yoxudur, amma kimlərsə ağız açıb istəyir, dözə bilmir. Hər bir halda bunların ikisinə də zəkatdan düşür. Və eləcə də o işdə işləyənlər, yəni dövlət tərəfindən təyin olunur ki, getsən, kimlərdən zəkat düşürsə, onlardan zəkatı al, kimlərə zəkat düşürsə, onlara zəkatı ver, hesabla, özün həll elə ver. Bu adama da zəkatdan düşür. Və eləcə də qəlbləri birləşdirmək üçün. Bəzən görürsən, kafir olsa belə, qəlbin isindirmək üçün İslama, zəkatdan bir hissə verirsən ki, o qəlbi yumuşalsın İslama. Amma alimlər deyirlər ki, bu artıq İslamın ilk dövrlərində idi. İndi artıq İslam izzətlidir, Allah'a həmd olsun. Ehtiyac yoxdur ki, kafirlərə zəkatdan nəsə verilsin ki,
onların qəlbləri birləşsin, isinsin İslam'a qarşı. Amma bəzən olur ki, onların şərindən qurtulmaq üçün, kafirlərin şərindən qurtulmaq üçün onlara zəkatdan nəsə vermək olar. Bu da əgər ehtiyac olarsa. Beləcə də qul azad etmək üçün. Ya qulun özünə verirsən ki, özünü azad etsin qul zəkatdan və ya qulu alıb onu azad edirsən zəkatın pulu ilə. Beləcə də borclu şəxs borcludursa, borcu çoxdursa, zəkatdan ona verə bilərsən ki, borcunu qaytarsın. Bəzən olur ki, ticarət borcu olur. Alır, satır, soruşadır, deyir ki, mənim borcum var. Yox, bu ora daxil deyil. Çünki sən bununla ticarət edirsən. Sənin borcun o borcdur ki, əgər sən o borcu qaytara bilmirsən, sıxıntıdasan. Beləcə də Allah yolunda cihad edənlər, həm bədəni ilə, həm də ki, elmi ilə. Onlara da zəkat düşür. Beləcə də yolda qalan, varlı olsa belə, yolda qalıbsa, öz evinə gedəcək məbləğ pulu qalmayıbsa, məsələn, pulu oğurlanıb və yaxud pulun itirib, evdə qoyub gəlib, evə çatacaq miqdarda ona zəkatdan düşür, verə bilərsən. Amma hansı mallar ki, onlara zəkat vacibdir, hansı mallardan zəkat çıxarmalıyıq? Bunlardan birincisi qızıl və gümüşdür. Hansı ki, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Vellezîne yeknizûne'z-zehebe vel-fiddate ve la yunfiqûneha fî sabilillah." Hansılar ki, onlar özlərinə qızıl və gümüş toplayırlar və Allah yolunda onu xərcləmirlər. Allah Subhanahu taala onları istəyərək deyir ki: "Febeşşirhum bi'azabin alim." Onları şiddətli əzabla qorxut. Qızılın və gümüşün zəkatı, qızılın zəkatı 85 qram qızıldan yuxarı olarsa, sənin üzərinə zəkat vacibdir. Gümüşdə isə 595 qram gümüşün olarsa, sənin üzərinə zəkat vacibdir. Eləcə də əkin. Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki: "Kulu min semerihi iza asmara və atu haqqahu yawma hasadih." Onun bəhərindən yeyin, nə vaxt ki o bəhər verir və onun biçim vaxtı gələndə onun zəkatını verir. Əkinin də zəkatı 5 avsuq vasaq deyilən ölçü vahidi var, ondandır. O da təxminən 563 kilo olur. 563 kilo taxılın olarsa, istər arpa olsun, istər buğda olsun, fərq eləməz. Sən onun zəkatını verməlisən. Bu da əgər yağış suyu ilə, yağış və yaxud çayların suyu ilə sulanıbsa, onun 1/10 zəkat verirsən. Yox, özün suvarmısansa, istər motorla və yaxud fərq eləmir, hər hansı bir cihazlarla özün suvarmısansa, o zaman 1/10 yarısı, yəni 5/1 zəkat verirsən, zəkatını çıxarırsan. Beləcə də zəkat çıxarılan mallardan ticarətdən edilən gəlirdir. Ticarətin var, böyük ticarətin. Oradan gəlirin 85 qram qızılın dəyərindən yüksəkdirsə, o zaman sən zəkatını çıxarmalısan. Bunu da nə vaxt çıxarsan, bu qeyd etdiklərini, taxıldan başqa, o birisləri nə vaxt çıxarsan, sən artıq o miqdar həddə çatıb və üzərindən 1 il keçsə, 1 il keçəndən sonra 1 ildən sonra zəkatını çıxarırsan, həmin il çıxarmırsan. Yalnız əkində həmin vaxt çıxarırsan. Və eləcə də zəkat o şeylərdən çıxar ki, yerdən çıxan mədənlər, qızıldır və yaxud hər hansı bir şey, onlardan zəkat çıxarılır. Eləcə də heyvanlardan, qoyunlardır, inəkdir, dəvədir, bunlardan da zəkat çıxarılır. Əgər qoyun 40-a qədər 39 dənə qoyunun varsa, sənə heç zəkat düşmür. 40-dan yuxarı 120-yə kimi sənin qoyunun varsa, o zaman sən bir dənə qoyun, quzu zəkat verməlisən. 121-dən 200-ə 2 dənə verməlisən. 201-dən 399-a kimidirsə 3 dənə verməlisən. 400-dən 499-a kimidirsə 4 dənə versən. 500-dən 599-a kimi 5 dənə, beləcə hər 100 dənəyə bir dənə əlavə edərək
quzu verirsən. Yəni 892 dənə quzun varsa, qoyunun varsa nə qədər verməlisən? 8 dənə. 8 rəqəmi varsa deməli 8 dənə verirsən. Beləcə də ineyin zəkatı 29 dənə ineyə zəkat yoxdur. 30-dan yuxarı 39-a kimidirsə, o zaman 1 yaşı tamam olan 2 yaşına keçmiş inek zəkat verirsən. 40-dan 59 arasındadırsa, o zaman 2 yaşı tamam olmuş, 3-cü yaşa keçən inek zəkat verirsən. 60-69 arasıdırsa, 1 yaşlı 2 dənə inek verirsən. 1 yaşlı 2 dənə inek. 70-79, 1 yaşlı 1 inek, bir də 2 yaşlı inek. Biraz çaşdırıcı olur, ola bilər. Sadəcə bunları deyirəm ki, gələcəkdə ola bilsin. Axtarmaq istəsəz, dərsdə tapa biləsiniz inşallah. 80-lə 89 arasında ineğin varsa, o zaman 2 yaşlı 2 dənə də inek verəcəksən. 90-99-sa, o zaman 3 dənə 1 yaşlı inek verəcəksən. 100-109-sa, o zaman 2 dənə 1 yaşlı, 1 dənə 2 yaşlı inek verəcəksən. 110-119-sa, o zaman 2 dənə 2 yaşlı, 1 dənə 1 yaşlı verəcəksən. 120-129-sa, o zaman 4 dənə 1 yaşlı, 3 dənə 2 yaşlı verəcəksən. Sonra bundan sonra hər 30 dənəyə 1 dənə əlavə edərək 1 yaşlı verəcəksən və hər 40 dənəyə 1 dənə 2 yaşlı əlavə edəcəksən və beləcə hesablayaraq əlavə edərək zəkatını çıxaracaqsan. Eləcə də dəvənin zəkatı. Ola bilsin, burada dəvəsi olmayan olur, amma izləyənlərdə ola bilsin, kimisə dəvəsi olar. O zaman dəvə 1-dən 4-dədirsə, heç də zəkat vermirsən. 5-dən 9 arasıdırsa, 1 dənə quzu verirsən. Dəvə 5-dən 9-a kimi dəvən varsa, o zaman 1 dənə quzu verirsən. 10-dan 14-dədirsə, 2 dənə quzu verirsən. 15-dən 19-a 3 dənə quzu, 20-dən 24-ə 4 dənə quzu, 25-dən 35-ə 1 yaşı tamam olan dəvə verirsən. 25-dən 35-ə. 36-dan 45-ə o zaman 2 yaşı tamam olan 1 dənə quzu verirsən. 46-dan 60-a o zaman 3 yaşı tamam olan 4-cü yaşı keçən 1 dənə quzu deyirəm, dəvə verirsən. Bunlar hamısı dəvələrdir. 61-də 75-ə isə 1 dənə 4 yaşı tamam olan 5 yaşa keçən dəvə verirsən. Ondan sonra artaraq davam edir. Və bu da Allah Subhanahu taala və Allah Resulü sallallahu əleyhi və səlləm əmr etdiyi kimi Muaz radiyallahu anhuya əmr edir ki, zəkatı verən vaxtı deyir ki, sən elə bir qövmə gelirsən ki, onlar kitab əhlidir. Onlara ilk öncə dəvət etdiyin şey La ilahe illallah Muhammedən Rasulullah kəlməsi olsun. Əgər onlar bu məsələdə sənə itaat edərsə, onlara əmr et ki, Allah onlara gündüz və gecədə 5 vaxt namaz əmr edeyim. Əgər buna da itaat etsələr, deyirən ki, Allah sizə mallarınızdan zəkat verməyə əmr edeyim. Sizin, yəni onların varlılarından alıb kasıblara vermək şərti ilə. Onların varlılarını alıb onların kasıblarına. Varlılardan alıb kasıblara yox. Yəni bir yerin varlıları varsa, o yerin varlılarını alıb o yerin kasıblarına vermək lazımdır. Yəni burada olan varlılar başqa ölkələrə göndərməyə ehtiyac yoxdur. Ona vacibdir ki, öz ölkəsindəki, öz şəhərindəki, öz rayonundakı, öz kəndindəki kasıblarla məşğul olsun. O başqa yerdəki, başqa ölkələrdəki onların zəkatı sənin üzərə vacib deyil. Sənin üzərə vacib olan öz əhli diyarındır. Əgər öz əhli diyarın ehtiyacı olmazsa o zəkata, ondan sonra çıxarırsan kəndindən qırağa, şəhərindən qırağa, ölkəndən qırağa. Yoxsa sənin üzərə vacibdir bunları çıxarmaq. Əgər sənin ev yanında, kəndində kasıb varsa, sən başqa yerə çıxarırsansa, sən vacibi tərk edib sünnəni etmiş olursan, onun kasıb qalmağı ilə sən günah qazanmış olursan. Buna görə buna diqqət etmək lazımdır. Burada tamamlayıram. Allah Subhanahu taala eşidib faydalanlarda etsin. Allah Subhanahu taala bizi daim xeyir üzərində cəm etsin. Subhanakallahumma bihamdik və əşhədu en la ilahe illə ente estağfiruke və etûbü ileyk.